Sabir'e karşı mübarizə apardı. Sol cürha Emir Əmirxanov, Emir rəqibini keçdi. Emir artıq içəridə qapıya zərbə və top qapıdan keçir. Emir Əmirxanov nəhayət istəyinə nail olur. Topu qüvvətli zərbə istiqamətinə amaldan gəl top Emir Əmirxanov. Emir hələ ki topladı. Emir qapıya zərbə və nəhayət Emir xetrikə imza atır. Top istiqamətini dəyişsə də qolun adına dəyişmir. Emir Əmirxanov. Amal Abbas bu epizodda. Hörmətli futbol azarkeşləri, bugün U12 liqasında daha bir Emir hücumu izləyirik. Emir çox sürətlidir. Emir hələ ki top itirmə fikrindədir. Xəlil oyunu, Xəlil sağa çəkdi. Qapıya zərbə, gözəl qol vurulur. Xəlil Quluzadə. Emir Əmirxanov məhsuldar ötürmə ilə yətdi qalır. Xəlil vermirlər. Geri ötürmə Emir Əmirxanov 4 gol vurur bugünkü görüşdə. Poker'e imza atır. Bugün bu oyun